Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan Qaziləri İctimai Birliyi və Heyran xanım adına Zərif Qadınlar Ədəbi Birliyinin birgə təşkilatçılığı ilə Bir şəhid, bir hekayə, bir şeir kitabının Azərbaycan şəhidləri haqqında yazılmış 4-cü cildinin təqdimatı keçirilib. Konstitusiya və suverenlik ili çərçivəsində 18 oktyabr Müstəqilliyin bərpası günü və Zəfər gününün 5-ci il dönümünə həsr olunmuş tədbirdə əvvəlcə ümumili lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlətinin səsləndirilib. Təqdimatda çıxış edən yazıçı Sevinç Səbzəliyeva kitabın qəhrəmanlarımızın şərəfli ömür yolunun gənc nəslə aşılanması baxımından əhəmiyyətini vurğulayıb, əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatda layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov çıxış edərək iştirakçılara layihə barədə məlumat veriblər. Bildirilib ki, Türkiyəli yazıcı Harun Yıldırımın təşəbbüsü ilə 5 il əvvəl başlanan layihə çərçivəsində Bir şəhid, bir hekayə, bir şeir kitabının 3 cildi Türkiyə şəhidlərinə, 4-cü cildi isə Azərbaycan şəhidlərinə həsr olunub. Kitablar şəhid ailələrinə, şəhidlərin təhsil aldıqları məktəblərə, yaşadıqları rayon və şəhərlərin mədəniyyət mərkəzlərinə və kitabxanalarına təqdim olunacaq. Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmail Gülməmmədov, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Təbriz Zeynalov, yazıcı publisist Təranə Arif qızı, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini şair Elxan Məmmədov və digər çıxış edənlər kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildirib, həm Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi, həm də şəhidlərin xatirəsinin yaşadılması baxımından layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, şəhidlərimizin adını yaşatmaq, onların hekayəsini gələcək nəsillərə çatdırmaq, ruhuna əbədi bir abidə ucaltmaq naminə işıq üzü görən kitabda yer alan hər bir şeir və hekayə şəhidlərimizin ruhunu ünvanlanmış poetik məktubdur. Çıxış edənlər, o cümlədən Türkiyədən gələn yazıçılar İbrahim Şaşma, Ebru Eroğlu, Yaren Atalar, dəyərli layihə və təqdimat üçün başda layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümovaya və Namiq Müslümova, layihə rəhbəri Harun Yıldırıma və əməyi keçən hər kəsə dərin təşəkkürlərini bildiriblər. Tədbirdə şagirdlər, Naxçıvan Hərbi Kollecinin kursantları və hərbçilər vətənpərvərlik motivli şeirlər və musiqilər səsləndiriblər. Sonda tədbir iştirakçılarına, o cümlədən şəhid valideynlərinə Bir şəhid, bir hekayə, bir şeir kitabının 4-cü cildi təqdim edilib. Bir şəhid, bir hekayə, bir şeir kitabımızın 2-ci təqdimatı Naxçıvanda baş tutdu. Möhtəşəm, gerçəkdən çox gözəl bir təqdimat idi. İnsan həqiqətən də bir qürur hissi keçirir. Çünki bizim ən müqəddəs, bizim üçün ən dəyərli olan insanlarımız şəhidlərimizdir, onların yaxınlarıdır, onların valideynləridir. Biz burada bu təqdimatda gördük ki, şəhid valideynləri nə qədər sevinir, nə qədər qürurlanır. Onların ağrı acısı biraz həfifliyir də, yəni bu bizi həqiqətən çox sevindirir. O kadar duygulu, gururlu ve mutluyum ki, inanın bana ne diyeceğimi bilmiyorum. Ama Allah Türkiye yar olsun, Rabbim Türk'ü korusun ve Karabağ Azerbaycan'dır. Çok gururluyum, çok teşekkür ediyorum. Bir şəhid, bir hekayə, bir şeir kitabının ərsəyə gəlməsi bizim üçün də bir qürur verici bir şey oldu ki, ilk dəfə bu Türk və Azərbaycan yazarları ilə birlikdə yazdıqları bir kitabda mənim də həyat yoldaşımın o kitaba adının düşməsi böyük bir qürur hissi verdi bizə. Şəhidlərimizin ruhuna ehtiramla. Oruc Mirzəyev, Tərlan İbrahimova, Rəşad Əkbərov, NTV Xəbər.